Rus ideoloq Mehdiyevin həbsindən yazdı. Boz kardinalın süqutu. Ölkəz Müsavat Komitəsindən xəbər verir ki, tanınmış Rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Sergey Markedonun fikrincə, onun həbsi təkcə keçmiş boz kardinalla bağlı xəbər deyil, ölkənin siyasi elitasında gedən dərin transformasiyanın göstəricisidir. Markedonov qeyd edir ki, Prezident İlham Əliyevin qurduğu yeni idarəetmə modelində köhnə qvardiyanın rol və təsir imkanları artıq tükənib. Mehdiyev 24 illik fəaliyyətdən sonra 2019-cu ildə vəzifədən uzaqlaşdırılsa da, onun siyasi təsiri uzun müddət davam etdi. Lakin Post-Qarabağ dövründə bu xətt artıq yükə çevrildi. Yeni reallıqlarda Azərbaycanı idarə etmək üçün fərqli düşüncə, çevik komanda və müasir yanaşma tələb olunur. Ekspert vurğulayır ki, Ramiz Mehdiyevin ətrafında gedən istintaq və diskussiyalar əslində Azərbaycanın yeni siyasi fazaya keçidinin təzahürüdür. Söhbət təkcə bir şəxsdən yox, bütöv sistemin yenilənməsindən gedir. Köhnə təsir mərkəzləri tədricən arxa plana keçir. 1990-cı illərin regional monopoliyaları isə öz gücünü itirir.